Sürücü işi var yoldaşlar. Yüksək əmək haqqlı sürücü işləri də var. Gəlin ilk öncə yüksək əmək haqqlı olanlardan bəhs edeyim. Birim üçün olsun ekspeditor sürücü işidir. Elədir ki, yəni orada 2000 manatdan yuxarı qazana bilərsiniz. Bu işin belə deyim, iki variantı var yoldaşlar. Həm Bakı Mingəçevir Bakı, həm də Bakı Ağcabədi Bakı variantı var. Avtomobil də şirkətə məxsusdur. Deməli Ford Transitdir. Həftədə 2 dəfə marşrut olur. Hər marşrutda da bir gecə qalmaq şərti var. CV-niz olmalıdır. Yəni CV-siz müraciət olunmuyor bu işə. Yəni bəziləriniz yəni sürücü iş axtarırsınız, amma durursunuz zəng yeyirsiniz ki, filan iş var, filan iş var. O cür işə münasibət bəsləmirlər yoldaşlar. Sizin durub da hər kəs telefonunuzu açıb cavab verəsi deyil ha. Nə qədər sürücü iş axtaran var. Onun üçün qaydası var. CV-nizi yollayırsınız, bəyənirlərsə, deyirlər ki, bəs filan kəsə, gəlin sizdən görüşək. Amma məsələn, bu şirkət o qədər bezibdir ki, artıq açıq-aydın yazır ki, yəni halbuki bunu yazmamalıdır da, bunu iş axtaran artıq özü dərk eləməlidir ki, bəs bir yerə müraciət edirləmsə, deməli mən CV göndərməliyəm də. Bu artıq bezibdir, artıq özü açıq-aydın yazır ki, CV göndərin. Yəni normalda sürücü işlərində belə formada açıq-aydın bildirilmir. Bu formada, bu tonda bildirilmir. Bu nə tələb edir sizdən? Ford Transit sürmək bacarığı tələb edir, B kateqoriyası tələb edir. Bu bir variantdır. Yəni dediyim kimi burada sürücü, daha doğrusu ekspeditor sürücü işidir. 25-35 yaşlı uşaqlar üçündür. Yəni burada siz 2000 manatdan da yuxarı qazana bilərsiniz. Digər bir sürücü işi, bu arada şəxsi sürücü işi də var. Digər bir sürücü işi kuryer olaraq variantı var. Amma burada da 1000 manat qazana bilirsiniz əmək haqqı. Amma üstə gəldə belə deyim də, hər təslimatdan faiz də qazana bilirsiniz. Bu, şəxsi avtomobili olanlar üçündür və rus dilini bilənlər üçündür, kişilər üçündür, 25-35 yaşlı şəxslər üçündür, sürücülük sahəsində təcrübəsi olanlar üçündür. Gül tipindədir, belə deyim, bu iş. Bundan əlavə şəxsi sürücü işi də var, az öncə dediyim kimi. 1200 manat civarında bir şəxsi sürücü işidir. Bu, amma hər adamlıq bir iş deyil, yəni bilirəm. Çoxunuz şəxsi sürücü işi axtarırsınız, amma bu yəni hər adamlıq bir iş deyil. Baxın, indi sizə deyəcəm, yəni, hər adamlıq bir iş deyil. İlk öncə bildirim ki, şəxsi avtomobiliniz olmalıdır. Minimum 5 illik sürücülük təcrübəniz olmalıdır. 35-50 yaşlı bir şəxs olmalısınız. Diqqət edin bu kəlməmə. Rəhbər heyətlə işləmək təcrübəniz olmalıdır. Və növbəti bir diqqət etməniz gərəkən məqam bundan ibarətdir ki, taksi, ictimai nəqliyyat, avtobus, yük maşını və tır sürücülük fəaliyyəti ilə məşğul olanlar üçün deyil bu iş. Yəni sizə görə həmin fəaliyyət ancaq o fəaliyyətlə məşğul olmursunuzsa, bu işsizlik deyil yoldaşlar. Boş-boşuna müraciət edib ümidlə gözləməyin ki, bu işdən sizə bir geri dönüş olsun. Başa düşdünüzmü? Ona görə də hər hansı bir işə müraciət edəndə şərtlərini diqqətlə oxuyun. Elə bir dənə kəlməni oxudunuz, sürücü şaxtarı elə CV-nizi yollamaaqla olmur. Sonra da özünüz depressiyaya girirsiniz ki, mən bu qədər işə müraciət elədim, heç bir nəticə yoxdur. Amma halbuki o işin şərtinə uyğun deyilsiniz siz. Əlbəttə ki, nəticə olmayacaq. Siz birinci diqqətlə oxuyun, görün nə tələb olunur, görün şərtlərinə doğrudanmı uyğunsunuz? Sadəcə ötəri baxmaqla olmur. Biraz orada açar kəlmələr istifadə olunur ki, açar kəlmələrə diqqət edin. Bu bir variant. İndi bu 4 qardaşdadır, bunun şərti çətindir. Amma nisbətən yüngül olanlar da olur arada. Bundan əlavə ekspeditor sürücü işi 1000 manatlıq variantı da var yoldaşlar. Bunun şərtindən deyim sizə. Bunun da şərti budur ki, 30 yaşınız olmalıdır ən azı. Yəni 30 yaşdan yuxarıya qədər. Yuxarı xətti qeyd etməyiblər, bildirməyiblər. Avtomobiliniz olmalıdır. Heç olmasa orta təhsiliniz olmalıdır. 1000 manatdır maaşı, amma artımı da var, belə deyək. Belə bir variantdır. Növbəti bir variant fərqli bir işdir. Sırf sürücü işi deyil yoldaşlar. Diqqət edin bu kəlməmə. Sırf sürücü işi deyil. Amma ki, ali təhsillisinizsə, sürücülük vəsiqəniz varsa, mexaniki sürət qutulu avtomobili idarə etmək bacarırsınızsa və bunlar asandır. Misal üçün, sürücülük vəsiqəsi, ali təhsil, o ki, əksəriyyətinizdə ola bilər və satış və çatdırılma sahəsində iş təcrübə, bu da əksəriyyətinizdə ola bilər, əksəriyyətiniz çatdırılma sahəsində işləmiş ola bilərsiniz.
Bu fərqli işə keçid eləmək üçün, əgər sürücülükdən bezmisinizsə və fərqli bir işə keçmək istəyirsinizsə, fərqli bir vəzifəyə, sahəyə keçid eləmək istəyirsinizsə, bu işdən istifadə edə bilərsiniz fürsət olaraq. İstifadə eləmək üçün az öncəki şərtlərini dedim, amma daha bir şərti var. O şərti də budur ki, Microsoft Office və bilgisayar proqramlarından istifadə bacarığınız olmalıdır. Bacarığınız varsa müraciət edə bilərsiniz. Çünki qeyd olunmayıbdır. Yəni super bir bacarasınız, orta mı səviyyədə bacararsınız, yoxsa başlanğıc səviyyəsində. Yəni siz əgər bacarırsınız, istifadə bacarığınız varsa, müraciət eləmənizi tövsiyə edirəm. Şansınızı yoxlaya bilərsiniz. İşin adı nədir yoldaşlar? Ehtiyat satış müvəkkili işidir. Ehtiyat satış müvəkkili işidir. Təxminən 800 manat pul verir sizə. Masazır qəsəbəsində də var, NZS qəsəbəsində də var. Yəni iş yeri 2 dənə yerdədir. Bu belə. Növbəti 3 dənə də sürücü işindən bəhs eləmək istəyirəm yoldaşlar. Növbəti sürücü işi Kontoxomdadır bu. Bu 750 manat verir yoldaşlar. Sürücü ekspeditor işidir servis olaraq. 25-40 yaşlı şəxs olmalısınız. BS kateqoriyası tələb eləyir. 3 illik sürücülük təcrübəsi tələb eləyir. Bakı Sumqayıt ərazisini yaxşı tanımalısınız. Varsa bu özəllik, bu işə müraciət edə bilərsiniz. Bundan əvvəl kuryer variantında da var sürücü işi yoldaşlar. Bu kuryer variantındakı sürücü işi 700 manat civarında bir işdir. 20 yaşdan 50 yaşa qədər şəxslər müraciət edə bilər. Rus dilində danışmağı bacarmalısınız. Bu belə bir variantdır. Zaman Ekspresdədir. Növbəti bir sürücü işi də 700 manatlıq işdir. Bu da 700 manat verir əmək haqqısını. 28-35 yaşlılar üçündür. Daha doğrusu 25-45 yaşlı üçündür. Burada texniki səhv ediblər, belə deyim. 25-45 yaşlı varsınızsa müraciət edə bilərsiniz. BS kateqoriyası tələb eləyir. 1 illik iş təcrübəniz olmalıdır. Bu da Astur Rent-A-Cardadır. Elmlər tərəfdə olmalıdır bu iş. Bu işlər, yoldaşlar, ən son sürücü işləridir, ən son. Amma bu demək deyil ki, ən sonuncu sürücü işlərin hamısı elə ancaq bunlar idi. Mən sizə nisbətən yüksək əmək haqqı olanlarını seçib paylaşdım. Ona qalsa, yəni 400-500 manatlıq sürücü işləri var. Amma bilirəm ki, çoxunuz 400-500 manata razı deyilsiniz deyə nisbətən yüksək əmək haqqlıları sizin nəzərinizə çatdırdım ki, bilin ki, bazarda hal-hazırda belə işlər də var. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə nəinki bu, digər sahələrdəki işlərdən də tanış olmaq istəyirsinizsə, bir sözlə, iş tapmanızda çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olduqdan sonra, kanala daxil olun ilk öncə, Toğrul Əzov kanalına. Yəqin ki, bu videonu da elə Toğrul Əzov adlı kanalda görürsünüz siz. O kanala daxil olun, həmin adın üzərinə toxunaraq bir dəfə basaraq kanala daxil olmaq ola bilir. Daxil olduqdan sonra profilə diqqət edin. Orada əlaqə vasitəsini görə bilirsiniz. Həmin əlaqə vasitəsinə mesaj ata bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın. Bu arada qeyd edim ki, bu sürücü işləri ən sonuncu sürücü işləri idi. Yəni, nə deməkdir bu? Yəni, sürücü işləri ümumiyyətlə təkcə bunlardan ibarət deyil. Bunlar belə deyim də, son 48 saatın sürücü işləridir. Amma bir də var, son 72 saatın 3-4 gün bundan qabağın sürücü işləri də ola bilər ki, buradakılar, misal üçün, zövqünüzə uyğun olmaya bilər, amma o son 3-4 günün əvvəl olan sürücü işləri zövqünüzə uyğun ola bilər. Yəni, burada əgər zövqünüzə uyğun bir sürücü işi olmasa, ümidsizliyə düçar olmayın, heyfsilənməyin ki, elə ancaq belə sürücü işlərdir. Xeyr, yəni sürücü işləri elə ancaq bunlardan ibarət deyil. Sağ olun, salamat qalın, işsiz qalmayın.